Bugün biz Respublika Şəhid Ailələri Qayğı Cəmiyyəti olaraq bizim sədrimiz Rüstəm Əliyevin tapşırığı ilə bütün rayonlarda, bütün bölgələrdə 4 gün Vətən müharibəsi qəhrəmanlarımızı ziyarət edirik. Təşkilat olaraq bütün rayonlarda, bu cümlədən də bugün Respublika Şəhid Ailələri Qayğı Cəmiyyəti Hocavət rayon şöbəsi Hocavət rayonunda qəhrəman şəhidlərini ziyarət edirik. Bunların ailələri ilə görüşlər keçiririk. Allah qəhrəman şəhidlərimizə məkanlarını cənnət eləsin. Xalqımıza bu zəfəri, bu bayramı bəxş edən bizim şəhidlərimizdir, bizim qazilərimizdir, bizim müharibə veteranlarımızdır. Allah ordumuzu qorusun, Allah qazilərimizi qorusun, Allah müharibə veteranlarımızı qorusun, Allah Teala baş komandanımızı qorusun. Bu birliyi, bu həmrəyliyi qorumaq lazımdır. Hər zaman da Ali Baş Komandanın arxasındayıq, sonsuza qədər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah 8 noyabr Zəfər günü münasibəti ilə bütün şəhid övladları, bütün qazi övladları, bütün xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin.